Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan son müsahibəsində qeyd edib ki, Azərbaycanla Naxçıvan arasında ən qısa dəmir yolu xətti Ermənistanın cənubundan Mehridən keçən dəmir yolu ola bilər. Pancomi TV xəbər verir ki, Ermənistan Respublikaçılar Partiyasının üzvü David Sirunyan Mirzoyanın dediklərini şərh edib. Sirunyan qeyd edib ki, bu eyni Zəngəzur dəhlizidir. Məncə, bu eyni Zəngəzur dəhlizidir. Sadəcə olaraq daha mürəkkəb lüğətə, daha çətin başa düşülən mətnə və maskalanmış ifadəyə malikdir. Bu barədə yalnız Ermənistanın hökumət mətbuatı danışmır. Azərbaycan və Türkiyə mətbuatını izləsək, artıq dəqiq müddətlər qeyd edirlər, aydın layihələr göstərirlər, tunellər qazırlar, deyə o bildirib. Sirunyan vurğulayıb ki, Türkiyə-İsrail arasında müəyyən diplomatik gərginliklərə baxmayaraq, bölgədə çox aydın Türkiyə-Azərbaycan-İsrail tandemi yaranır. Rusiyaya yola nəzarət etmək imkanı verməməyə çalışırlar. Ermənistanın Rusiya ilə əlaqələrinə son vermək, Rusiyanı bölgədən kəsmək cəhdlərinə imza atdığı açıq-aydın görünür ki, bu da bizə mənfi təsir göstərəcək. Aydındır ki, Avropada bizi gözləmirlər, açıq şəkildə desək, bizi qidalandırmağa, mümkün qədər bizi Rusiyadan uzaqlaşdırmağa və nəhayət, bizi içəri salmağa çalışırlar, deyə o bildirib. Sirunyan qeyd edib ki, bu vəziyyətdə Ermənistan hakimiyyəti ictimai reaksiyadan qorxduğu üçün sülh müqaviləsinin